Bugün cəmiyyətlərin tənəzzülə uğramasının səbəblərindən biri məhz acgözlükdür. Yəni bir hədis-i şərifində Peyğəmbərimiz Aleyhissalatu vesselam buyurur ki, həqiqi zənginlik mal çoxluğu ilə deyildir. Lakindir, əsl zənginlik isə qəlb zənginliyidir. İslamiyyətin bizdən tələb etdiyi gözəl əxlaq-ı Muhammediyyə ilə əxlaqlanmaq, Muhammed sallallahu aleyhi və səlləmin bizdən istədiyi gözü toxluluq, həqiqi zənginliyin gözü toxluq olduğunu bildirdi Peyğəmbərimiz ki, yəni mal çoxluğu ola bilər, amma sənin qəlbin zəngin deyilsə, qüsura baxma, sən bu dünyada da fəqirsən, ahirətdə də fəqir olacaqsan. Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli izləyicilərimiz. Hər vaxtınız xeyirli olsun, gələn günləriniz xeyirli olsun, aqibətiniz xeyirli olsun inşallah. Dualarınız, ibadətləriniz qəbul olsun. Yenə də maarifləndirici bir proqramda, mənəvi dəyər proqramında sizi salamlayırıq. Bugün qənaət barəsində danışacağıq. Gözü toxluluq, qani olmaq, aza qani olmaq. Mövzumuz budur. İnşallah ki, faydalı olar sizə, bizə də. Qonağımız, həmsöhbətimiz Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı, Qaraçuxur məscidinin imamı Gündüz Süleymanovdur. Salamlayıram sizi, xoş gəlmisiniz. Bismillahirrahmanirrahim. Mən də sizi və sizin əməkdaşları və bizi izləyən tamaşaçılarımızı Allahın mübarək ismi şərifi olan Əs-Səlam ismi ilə onları salamlayıram. Həqiqətən də bugünkü mövzumuz əxlaqi açıdan, əxlaq baxımından çox gözəl bir mövzudur. Ona görə ki, bugün cəmiyyətlərin tənəzzülə uğramasının səbəblərindən biri məhz acgözlükdür. Acgözlük Allah-u Teala'nın rızası nədədirsə, ona qane olmağı, bacarmaq Allah-u Teala'nın bizdən istədiyidir. Allah-u Teala bizdən həqiqi mənada gözü toxluluq istəyir. Yəni bir hədis-i şərifində Peyğəmbərimiz Aleyhissalatu vesselam buyurur ki, həqiqi zənginlik mal çoxluğu ilə deyildir. Lakindir, əsl zənginlik isə qəlb zənginliyidir. Yəni buradan anlaşıldığı üzrə insanın malı nə qədər çox ola bilər. Amma onun qəlbi tox deyilsə, o yenə fəqirdir, o yenə miskindir, o yenə kasıbdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə əslində burada nəyi bildirmək istəyir? Ey ümmətim, ey insanlar, Allahın sizə verdiyi neymətləri bir xatırlayın. Sizin heç bir şeyiniz yoxkən Allah-u Teala sizə böyük neymətlər verdi, böyük ikramlar verdi. Bəzən insan neymətin qədrini bilməsi də bir neymətdir onun üçün. Bir insana Allah-u Teala misal üçün bizim bir dişimiz ağrıyır. Biz diş neymətinin böyüklüyünü, əzəmətini nə zaman anlayırıq? O dişimizin ağrıdığı vaxtdan başa düşür ki, ya Rabbim, sən bizə nə böyük neymət vermisən. Sən buna qane olmağı bacarmalısan. Və Allah-u Teala sənə nə vermişsə, sən ona qane olmağı özünə bir vəzifə bilməlisən. Qane olmasan, bu dəfə Allaha üsyan etmiş olarsan. Niyə? Çünki Allah-u Teala sənə bir neymət verib, halbuki sənin əlində olan neymət başqasının xəyalıdır. Bir düşünək, təsəvvürü Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində belə buyurur ki, deyir, sizdən biri maqamca, malca, imkanca özündən yuxarılara baxmasın, deyir. Çünki insan özündən yuxarı baxdıqca Allah-u Teala olan şükrü azalar. Amma özündən aşağılara baxın, deyir Peyğəmbərimiz. Niyə deyir aleyhissalatu vesselam? Ona görə ki, özünüzdən aşağıya baxdığınız zaman Allah-u Teala'nın sənə verdiyi neymətləri sən anlayırsan ki, məndən daha aşağıda olan insanlar var, daha fəqir olan insanlar var. Mənim bugün bir evim varsa, ola bilər bir otaqdan ibarət olsun, amma insanlar var kirada yaşayır. İnsanlar var evi yoxdur, çadırda yaşayır. Başına yağış damır. Bu neymətləri xatırlamaq lazım. Və insan bu neymətləri xatırladığı andan insana Allah-u Teala'nın lütfü daha da genişlənir.
Çünki Rəbbimiz İbrahim surəsində buyurur: "Və in şəkertum ləzidənnəkum." Siz Allah'a şükür etsəniz, biz ləzidənnəkum. Orada Allah-u Teala lamı təkid gətirir ki, yəni əlbəttə və əlbəttə sizə olan nemətimi artıraram. Şükür duyğusu insanda Allah-u Teala'ya olan bu nemətlərin həqiqi sahibinin Rəbbim olduğunu bildirməyindir. Yəni şükür etmək sadəcə şükür olsun deməkdən ibarət deyil. Ya Rabbim, bu nemətlər səndəndir. Bunu qəbul edirəm. Və sənin razı olduğun şeylər nədirsə, ona məni müvəffəq qıl deyə Allaha dua etmək lazım. Yəni həm də insan acgöz olarsa, belə demək mümkünsə, dünya həyatı çox qısadır. Çox fanidir. Quran-Kərimin təbirlə desək, o gün deyəcəklər ki, biz bir gün və bir gündən birazında qaldıq deyəcək. Düzdürmü? Bu dünyada Peyğəmbərimiz başqa bir hədisində buyurur ki, bu dünyada bir müsafir kimi ol. Bir kölgədə dayanan, sonra yoluna davam edən bir müsafir kimi ol. Müsafir neyniyər? Müsafir bilir ki, onsuz da getdiyin bir evdə 3 gündən artıq qaldıqdan sonra anlayırsan ki, şu artıq mənim getmə vaxtım çatıb. İnsan həyatda belədir. İnsan Allah-u Teala'nın verdiklərinə qane olmasa, tamahkarlıq eləsə, inanın ki, o adam bu dünyada həm rəzil rüsvay olur, həm də əxlaqi keyfiyyətlərdən məhrum olur. Həm də Allah-u Teala'dan narazı qalırsan. Elə deyilmi? Bir düşünək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin həyatına baxaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə Allah'a şikayət etmədi. Ya Rabbim, bütün bəlalar mənə tapır. Hər şeyə qane oldu Peyğəmbərimiz. Yəni onun üçün də qənaət bitməz, tükənməz, bilməyən bir xəzinədir. Bu söz boş-boşuna deyilməyib. Yəni kim qənaətkar olarsa, həqiqətən Allah-u Teala həmin insana böyük bir xəzinə vermiş deməkdir. Allah-u Teala'dan razı olursan, həm də üsyandan uzaq durmuş olursan. Elə deyil möhtəməm? Onun üçün də biz həyatımızı aləmlərin Rəbbi olan Allah mərkəzli yaşamalıyıq. Yəni düşünsək ki, Rəbbimiz bizdən nə istəyir? Gözü toxluluq, sədaqətli olmaq Allah-u Teala'ya, ixlaslı olmaq, doğru yaşamaq, düzgün yaşamaq. Bunlar bizdən istənilən ən böyük, belə demək mümkünsə, tələblərdən biridir. Həm də İslam dini bizdən öz əlindəkilərə baxıb, Rəbbinə bol-bol şükr etməyi, öyrənməyi bizdən istəyir dinimiz. Bir çox insanları biz həyatda ikən baxırıq, görürük, onların tamahları başlarına bəla olur, onların acgöz olmaları. Yəni bir ömür məsələn hörmətli insan kimi yaşaya bilirlər və nəticədə sonradan tamah qələbə çalır. Əllərində olana qane olmurlar, müxtəlif addımlar əl atırlar və nəticədə biabır olurlar, xar olurlar, siz bayaq dediniz, rəzil olurlar. Dünya və axirətin səadətindən uzağa düşürlər. Həqiqətən də bu bizim gözümüzün qabağında baş verir. Hər zaman baş verir. Allah da vədə veribdir buna, təbii ki. Axirət üçün hədislər var, kifayət qədər ayələr var. Təbii ki, bu dünyada xəsərə dünya və axirə deyilən bir ibarə də keçir. Amma biz bəzən olur ki, heç axirət gözləməyə ehtiyac olmur. İndi bu dünyada biz onun şahidi oluruq rəzil olmasının. Əlbəttə ki, Allah-u Teala bizlərə bir məsələ haqqında bir vəd vermişsə, o vəd mühaqqaq yerinə gələcək. Yəni heç şübhəsiz yəni, Allah-u Teala bizlərə misal üçün bir şeylə imtahan edir. Hər birimizin başına gələcək bir sıxıntı ola bilər ki, zənginlik də bir imtahan, fəqirlik də bir imtahan. Hətta övlad da bir imtahan. Yəni hər bir şeylə biz imtahan oluna bilərik. Heç kim heç nədən sığortalı deyil. Sığortalı olmadığımız bir həyatda biz dünyəvi bir təlaşlar üçün, dünyəvi bir narahatlıqlardan ötürü Allah-u Teala'nın verdiyi bu gözəl ömrü sən bərbad edirsən, xəbərin yoxdur. Çünki Allah-u Teala'nın verdiyi nemətləri sən anlamağa başladığın an bilirsən ki, yəni artıq bu onsuz da məndə bir əmanətdir. Bir gün sahibinə qaytaracam. Bax bir düşünək.
qaldığımız evlər bizdən öncə kimlər yaşayıb? Kimlər yaşayıb? Bizdən öncəki adamlar hardadır? Onlardan xəbər varmı? Əsər əlamət varmı? Yəni biz də belə olacaq. Biz də vaxt gələcək bir xatirə olacaq. Amma bizdən qalan nədir? İslamiyyətin bizdən tələb etdiyi gözəl əxlaq Muhammediyyə ilə əxlaqlanmaq. Muhammed sallallahu aleyhi və səlləmin bizdən istədiyi gözü toxluluq, həqiqi zənginliyin gözü toxluq olduğunu bildirdi Peyğəmbərimiz ki, yəni mal çoxluğu ola bilər, amma sənin qəlbin zəngin deyilsə, qüsura baxma, sən bu dünyada da fəqirsən, axirətdə də fəqir olacaqsan. Onun üçün də Rəbbim bizlərə gözü tox olmağı, ixlaslı olmağı, səmimi olmağı bizlərə nəsib eləsin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir duasında belə deyirdi ki, Allahümmə kfini bi halalikə an haramikə. Allah məni halalınla kifayətləndirib haramından uzaq tut. Yəni mənə halallar ver ki, mən o halallarla kifayətlənim və haramlardan uzaq durum. Yəni sən mənə halal dairəmi genişləndir, halalımı bərəkətləndir ki, mən o halalınla kifayətlənə bilim. Harama harama yaxınlaşmayım. Allahümmə əğnini bi fadlikə ammən sivək. Peyğəmbərimiz aysa, Allahım, ey Allahım, əğnini, məni zəngin et. Bi fadlikə, öz lütfünlə, öz kərəminlə məni zəngin et ki, mən insanlara özündən başqa heç kimə möhtac olmayayım Allahım. Həqiqətən də çox gözəl bir duadır ki, yəni insan kifayətlənməyə bacarmalıdır, qani olmağa bacarmalıdır. Əlimizdə olan nemətlər dediyim kimi onsuz da fanidir. Fani olan bir nemətlər bugün əlində olan ən gözəl nemət 3 ildən sonra sıra bir şey olacaq. Ona görə də bu məndə niyə yoxdur? Nə vaxt məndə olacaq? Bu düşüncələr hamısı nədir? İnsanın həyatını məhv edən boş-boş vaxt itkisidir ki, insan yaşlaşdığı an hiss edəcək ki, bu dünya onsuz da mən nədən ötürü dərd çəkmişəm, nələrin arxasınca düşmüşəm. Bu qardaşla savaşı torpaq üstündə. Məsəl üçün tamahkarlıqlar görürük ki, qardaşla ev müharibəsi edir. Torpaq üstündə illərlə danışmırlar bir-birinə. Nə var, nə birinə biraz az çatıb və yaxud. Sən qonşumuzda biri var idi, 2 qardaş idilər. Yəni evi bölə bilmirdilər. Evi bölə bilmirdilər həqiqətən də. Yəni insan fikirləşdiyi zaman görürsən ki, Allah. Və yaxud iki bacıdır, ata-ananın yeganə 2 qızı var, bir evləri də var. Yeznələr indidən savaşırlar ki, ölümü gözləyirlər. Ki bu evi bölmək üçün, yəni bu dəhşətli bir şeydir həqiqətən də. Bu qədər söz-söhbətlər, problemlər bir dənə bu evin üzərində. Bəlkə siz bunlardan tez öldürsünüz. Hələ bunun ata-anaları var da, bunlar sağdırlar hələ. Yəni ki, indidən bizim adımıza keçir, bu cür məişət söhbətləri həqiqətən də insanları bədbəxt edib. Yəni izdirabda, nigarançılıqda, qohum-əqrəba deyin günün nə olacaq? Siz demişlər, bizdən qabaq kim qalıb bu evlərdə, kim yaşayıb bu ərazilərdə falan. Bir məsələ də var, buna da toxunarsınız inşallah. Bizim nigarançılığımız, narahatçılığımız boşanmaların artması ilə bağlıdır Azərbaycanımızda. Heyf ki, müsəlman xalqımız, amma statistika ürəkaçan deyil. Boşanmaların da səbəbinə baxanda maddiyyat durur ilk növbədə və qani olmamaq, razı olmamaq. Yəni belə deyim də, bir kişi ki başqasının güzaranını önə çəkə və yaxud bir qadın başqasının, qonşunun, qohumun güzaranını önə çəkə və bunu həmişə deyə ki, məsələn, filan qonşu səndən yaxşı saxlayır yoldaşını, bax, bu çox eybəcər bir, ədəbsiz, əxlaqsız bir məsələlərdir bunlar. Yəni, bu da gətirir soyuqluğa və boşanmalara gətirir. Qani olmurlar da, bir sözlə qani olmur. Yəni, biri əgər müəyyən bir maaş alırsa, ki, da bu gedib oğurluq eləməməlidir, rüşvətə girməməlidir də, bunu bacarır. Bunun potensialı buna çatır da. İndi burada xanım buna qısnıya ki, yox, sən niyə çox qazanmırsan? Bizim övladımız niyə Amerikada oxumur? Məsələn. Amma bu cür narahatçılıqlar var, gətirir çıxardır təəssüf ki. Təbii ki, cəmiyyətimizdə baxdığımız zaman gördüyümüz acı dolu bir mənzərə var. O mənzərə nədən ibarətdir? Yox, təməlim,
ilk öncə dediyiniz kimi məişət sıxıntıları. Yəni əslində məişət də deyil, mən bunu açıq deyim. Sıxıntı həmişə var. Məişət söhbətləri ilə fikirlərini mən evlənən cütlüklərə nikah keçərkən bunu deyirəm ki, xoşbəxtçiliyin sirri qane olmaqdır. Qane olmaq əlində olana. Bax misal üçün dediyiniz misal üçün ailə fərdlərindən hər hansı biri. Misal üçün xanımları götürək. Deyir ki, bizim filan şeyimiz niyə yoxdur? Ona sual vermək lazım. Sən atanın, ananın evində o dediyin şeylərə gördünmü? Evində gördüyün varsa, evlənəcəyin adamın da hansı maddi durumda olduğunu bilib evləndə. Sən ayağı yorğanva görə uzatmalısan. Yoxsa evlənmisən, artıq uşaqlar dünyaya gəlib, artıq mənim kasıb olduğumu bilirdin. Bilirdin də, yəni sən məni seçmisən artıq. Elə deyilmi? Məni seçdiyin halda, yəni bu gün valideynlərimizə də günahlar var, mən deyim sizə. Yəni boşanmaların maddi cəhətdən sıxıntıları olduğu kimi boşanmaların pərdə arxası deyərdim ki, valideynlərdir. Yəni övladın olsun boşan. Evi böldür. Aliment al. Nəfəqəsini al. Düz müəllim, mən birini tanıyıram, yaxın dostlardandır. Onun qaynanası demişdi ki, ona mən səni qızıma layiq görmürəm. Bəs niyə vermişdin? Yəni belə dərdlər var, problemlər var. Bəli, yəni adam deyir ki, yəni sən evləndiyin adamı ümumiyyətcə belə demək mümkünsə ya kölləşdirmək istəyir xanımlar, bəylərini, özləri də kölələrin xanımı olmaq istəyir. Əgər sən bəyini ucaltsan, olacaqsan prenses. Düzdürmü? Yoldaşın olacaq bəy, sən də bəy xanım olacaqsan. Amma bu gün insanlar biz nə istəyir? Yəni özləri də bilmir nə istəyir. İnanın ki. Bəli, bəli. Həqiqətən yəni, belədir. Yəni adam misal üçün bizdən öncəkiləri görürdükdə, yəni analar nə əziyyət çəkib? 6 uşaq, 7 uşaq. Yəni paltar yuyan olmayıb, qab yuyan olmayıb, isti su olmayıb, nə bilim, heç soyuq su olmayıb. Yəni isti suyu qoydum bir kənara. Yəni kəndin ortasından gedib insanlar misal üçün xoşbəxt yaşayırdılar. Yəni onların dərdi olmayıb ki, yəni bu gün telefon, bu cihazlar, kompüter, yəni hər kəs misal üçün bu məşhurların həyatına baxırlar. Əslində o məşhurlar çöldə məşhur, evdə bədbəxtdirlər. Yəni zahirən xoşbəxt görsənirlər, amma onlar hamısı belə deməm, necə biz çəkişdəyik, düzdür? Bu çəkişin pərdə arxası var. Onların həyatının bir pərdə arxası var. Onların həyatının pərdə arxası birisi nədir qardaş? Yəni bədbəxtlikdən ibarət bir şeydir. Əksəri. Yəni indi istisnalar var təbii ki. Təbii ki, biz istisnalar qaydanı pozmur, amma genəlləmə görürük ki, yəni onlar sadəcə publikaya işləyən, sosial mediaya işləyən, istər bu TikToker olsun, istər influencer olsun, YouTuber olsun, nə olur olsun, fərq etməz. Yəni hər şey görüntüdən ibarət deyil. Vizual olaraq hər şey gözəl görsənə bilər, amma onun pərdə arxasına baxdığın zaman görürsən ki, həqiqətən də bunların yaşam tərzi Allah-u Teala'nın istədiyi bir yaşam tərzi deyil. Rəbbim bizlərə, ümmət-i Muhammədə, ailələrimizə bərəkət versin, onlara birlik versin, onlar da halalla kifayətlənməyə nəsib eləsin ki, başqa bir şeylərə əl atmasınlar. Yəni bugünkü günün ən ağır problemlərindən birində düz vurguladınız. Allah sizdən razı olsun deməm. Biz xanımların mənfi cəhətlərindən, negativ hallardan danışdıq xanımlar cəhətindən, amma bəylər tərəfdən də, kişilər tərəfdən də biz ədalətsizliyi təbii ki deməliyik. Sonra bizi qınaya bilənlər, tənqid edə bilərlər ki, kişilər də var ki, bax belə hərəkətlərə yol verirlər. Onlardan birinə elə biz özümüz deyək ki, məsələn elə bir kürəkən var ki, qaynananı qısnayır, hətta xanımını gündə hər gün əziyyətə salır, göndərir ata-anasının üstünə ki, mənim üçün maşın alsınlar. Yəni bu kimi hallar da var. Təbii ki, bunu da həmişə danışmışıq, demişik. Yəni burada söhbət qadın-kişi söhbəti deyil burada, insan olaraq. Yəni burada həyat yoldaşı, istər qadın olsun, istər kişi olsun, bir-birinə hörmətlə yanaşmalıdır, qani olmalıdır bir-birinə. Yəni evdə xoşbəxtlik istəyirlərsə və yaxud da bir cəmiyyətdə xoşbəxtliyin hökm sürməsini istəyiriksə, bu ümumi olaraq, kütlə olaraq, cəmiyyət olaraq
siz demiş, elə sizin bu mövzuya aid dedikləriniz qani olma. Əlində olana gərək qani olasan həqiqətən də. Bəli, sən bu bəylə evlənmisən, artıq buna qane olmağı bacarmalısın. Yəni sən düşünürsən ki, mən boşanıb yenidən ailə həyatı quracağam, xoşbəxt olacağam. Bu absurd bir şeydir. Biz niyə? Çünki sən əlində olanı artıq bununla bir həyat yaşamısan, həyat yolculuğuna başlamısan, artıq övlad var. İşin, yəni boşanmanın mənə görə ən ağır, ən can alan nöqtəsi uşaqlardır. Yəni boşanmadan ən çox əziyyət çəkən insan uşaqlardır. Yəni bir bəylə bir xanım, yəni bəy olmasa da normal həyatını davam edəcək, amma ortada qalan uşaqlardır. Qız uşağı ata sevgisindən məhrum qalır. Oğlan uşağı ata sevgisindən məhrum qalır. Bu məhrumiyyət onların gələcəkdə travma olmasına səbəb olur. Ən son yoldur da. Bəli. Məcbur qalır bəzən insan, təbii ki. Biz nəyə bənzəyir? Bilmirəm. Yəni o həddə çatmaq demək nə deməkdir? Yəni iki insan yəni məcbur evləniblər. Yəni bunları kimlərsə məcbur evləndirib. Bunlar heç bir şey baxmayıblar, eləməyiblər. Amma şəriətin dediyi kimi, əgər bir qadın 4 şeyə görə evlənər buyurur. Dininə görə, gözəlliyinə görə, malına, mülkünə görə, nəsil nəcabətinə görə. Peyğəmbərimiz nə buyurur? Siz dindar olanı seçin ki, əliniz bərəkət görsün. Yəni həqiqətən də evlilikdə bir bərəkət var. Evlənənlə ev tikəni atalarımız nə deyib? Allah yardım eləyər. Onun üçün də bugünkü insanlar yəni valideynləri dedim bayaqlar, valideyn bizdən öncəki kişilər nə deyirdi? Deyirdi ki, sənin o evdən ancaq kəfənin çıxacaq. Düzdür? Amma indikilər nə deyir? Həddallaşdı, çıx gəl, bu ev sənindir. Gəl qal burada. Görə dəstəyini bildirir. Valideyn olaraq dəstəyini bildirir, amma daha xəbəri yoxdur ki, ailənin təməlini sarsıdır. Bəli. Yəni gör hansı vəziyyətdən hansı vəziyyətə gəldi. Yəni bugün evlənilən çox boşanan var maalesef. Əvvəl bir 15 il bundan öncə mən siz xatırlamırsınız, bu toyxanaların sayı çox idi. Bugün isə o toyxanaların əksəriyyəti nəyə çevrilib? Yas mərasim zallarına xeyirxah yazırlar üstünə. Niyə? Çünki artıq evlənmə ərəblərdə bir söz var, səktə. Yəni dayanıb. Bir dayanma var. Bu da nəyə gətirib çıxarır? Cəmiyyətdəki bəzi fəsadların çoxalmasını gətirib çıxarır. Təbii ki, bu təbliğat ümumiyyətlə Avropadan bəzi eybəcər adət-ənənələr də təəssüf olsun ki, ayaq açır. Ümumiyyətlə filmlərlə, seriallarla hardasa insanlara bir təsir edə bilirlər ki, nə var evlənirsən cavan, o yaşa müəyyən, hələ tezdir. O şeytan deyir ha insana. Namaz pis şey deyil, amma hələ tezdir də. Gender bərabərliyi adı altında, yəni qadın kişi eynidir. Xeyr, Allah-u Teala bunu bildiyimiz kimi Quran-Kərimdə "Ər-ricalu qavvamun alə-nisa." Kişilər qadınlar üzərinə hakimdirlər. Yəni hökm. Yəni Allah-u Teala bizi fiziksel olaraq, bədənsel olaraq elə yaradıb ki, kişi qadından qüvvətlidir, güclüdür. Yəni elə eləyirlər ki, artıq qadın öz ayağı üstə dursun, artıq kişiyə hökm oxusun, kişi sanki bugünə kimi buna zülm edirdi. Ərin sözünə qulaq asmağı sanki nə edirlər? Bir özlərinə zülm kimi, bir alçalma kimi, bir rəzalət kimi, bir xidmətçi kimi görmək. Yəni Allah göstərməsin, bugün feministlərin təbliğat maşını bu şəkildə işləyir. Təəssüf olsun. Bəli, qadın dəyərli bir varlıqdır İslam'a görə. Qadın bizim anamızdır, qadın bizim bacımızdır, qadın bizim qızımızdır, qadın bizim xalamızdır. Asiyə kimi xanım möminlərə nümunə olaraq Quran qeyd edir. Təsəvvür edirsən, Fironun xanımı Asiyə kimi bir xanım. Yəni bundan oynası yoxdur. Qadına İslamın, dinin verdiyi önəm, dəyər bu öz yerindədir. Amma təbii ki, hər bir şey çərçivədə olmalıdır. Hər bir şey həddi aşmaq olmaz. Allah Rasulda 4 dənə qadın var ki, bunlar cənnət qadınların seyidəsidir. Asiyə anamız, Məryəm anamız, Xədicə anamız, Fatıma anamız. Bu 4 dənəsi cənnət qadınların əfəndisidir. Yəni buna
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz qızı gələndə qızını yanında otuzdurardı. Hətta ayağa qalxardı. Yanında Fatma Zəhra gələndə yanında ayağa otuzdurardı. qalxardı. Hətta bir hədisdə deyir ki, Fatıma anamız gəlir, otuzdurur yanında, onun qulağına bir şey deyir, ağlayır. İkinci qulağına da bir şey deyir, sevinir. Və soruşurlar ki, nədir? Deyir, bu Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dediyi bir sirdir. Və Peyğəmbərimiz dünyadan köçəndə artıq bunun sirrini, səbəbini soruşurlar və deyir ki, artıq dünya həyatımın yaxınlaşdı, dünya həyatımın axirətə irtihalının yaxın olduğunu bildirdi, mən ağladım. İkinci qulağıma dedi ki, ikinci kələm, sən cənnət qadınlarının seyidəsi olmaq istəmirsən, mən dedim istəyirəm, onda da sevindim deyir. Yəni bizim üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin onun ailə fərdlərinə qoyduğu dəyər, qızlarına qoyduğu dəyər, xanımlarına qoyduğu dəyər həqiqətən də muazzamdır. Və bizə ümmət olaraq əgər hansısa bir kişilərdə xəta varsa, bu onların öz xətasıdır. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Deyir, iki zəif haqqında Allahdan qorxun. Bir qadın, bir yetimlərdir. Düzdürmü? Yəni deyir, sizin ən xeyriniz ailəsinə qarşı ən yaxşı olanınızdır. Mən də ailəmə qarşı içinizdə ən yaxşı olanınızam buyurur. Gör nə gözəl sözlərdir bunlar. Onun üçün də Rəbbim bizlərə, ailəmizə, müsəlmanlara, ölkəmizə bərəkət versin. Və ailələrimiz davamlı olsun, dayanıqlı olsun, sabit qədəm olsun. Bu Rəbbimizin biz insanlara verdiyi ailə bir dünyadakı bir cənnətdir. İnsanın ailəsi olması demək dünyadakı bir cənnətdir deməkdir. Bu cənnəti yıxmaq hansı fəcihlə olursa olsun Allah-u Teala'nın əbğadul halaldir. Ən sevmədiyi halaldır. Ona görə də ailələrimiz, hər bir insan mövzumuzun başına gəldi. Hər bir insan öz əlində olan nemətlərə qane olmağa bacarmalıdır. Nemətlərə qane olmağı bacarmayan, acgöz, tamahkar bir insan heç vaxt xoşbəxt ola bilməz. Doğru. Gözüm çox faydalı oldu söhbətiniz. Allah razı olsun sizdən. İnşallah ki, xeyri olar, faydası olar izləyicilər üçün, dinləyicilər üçün. Paylaşmağınızı rica edirik sizdən. Bu kimi proqramları paylaşın, insanlar maariflənsinlər. Ola ki, bir neçə ailə bu minvalla, bu sözlərlə, bu dürəfşan kəlamlarla, Allah sözləri, Allah kəlamları, Peyğəmbər kəlamları idi. Təbii ki, onu nəql etdi, əsasda qonağım nəql etdi, sizə çatdırdı və özünün də dəyərli sözləri idi ki, bunlar insanların rahat olmasına, xoşbəxt olmasına səbəb olan amillərdir. İnşallah Allah xoşbəxt eləsin, cəmiyyətimizi xoşbəxt eləsin. Salamat qalın.